Lalə xanım proqramında 14 yaşlı bir uşağı himayənizə aldınız. O uşağın taleyi necə oldu? Deməli, Vladik. Vladik mənim balam, hardasansa, gəlib məni görsən, qapımı döysən çox şad olaram, səni görərəm, darıxmışam sənin üçün bu arada. Vladik, Vladiki məktəbə yazdırdıq, Vladik məktəbə getməli idi. Anası gətirib sənədləri vermədi və onu biz məktəbə qoya bilmədik. Ya məcbur idim məktəbə qoyum, ya da ki, qaytarım internata verim. Lalə xanım da, Lalə Azərtaş da məcbur, yəni ona dedi, mən də ona dedim, o sənədləri gətirib vermədiyinə görə biz onu məcburən apardıq, qoyduq uşaq evinə və həqiqətən məcburiyyət qarşısında ki, ayağımın elə amputasiya olunmasına Vladiklə bir yerdə olanda amputasiya səbəbi, necə deyim sizə. Vladik bizdə idi. O göy qutabını çox sevirdi. Vladik göy qutabını çox sevirdi. Mən gündüz Xəzər TV-yə gedirdim. Axşam gəlirdim evə. Axşam idi, gecə idi. 5-ci gün gəldim. 5-ci gün axşam mən ona qutab bişirirdim, göy qutabı. Bəlkə də deyirlər, yetimin başına çəkilən sığal həmişə savabı böyük olur. Bəlkə də onun savabı idi ki, bugün mənim ayağım getsə də özüm yaşayıram. Mənim, deməli, o uşağa qutab bişirirdim. Ayağım sancdı. Ayağımın bu hissəsinə bir sancı oldu. Və bu, sən demə, tromp imiş. Ayağımda tromp əmələ gəldi. O ağrı ilə mən o uşağı o qədər sevirdim ki, mən o uşağı o qutabı bişirdim. Allahıma çox şükür və Allahıma çox şükür eləyirəm ki, Allahım, nə yaxşı ki, mənə möhlət verdin, mən onu o uşağa bişirib verə bildim. Çünki onu çox sevirdim və o da istədiyi bir yemək idi da, yəni. O ki, ana yeməyi yemirdi. Elə bir uşaq idi. Vladik, səni həqiqətən aparıb ora qoyduğum üçün çox məyusam. Səni çox sevirəm bu arada. Və ayağım elə ağrımağa başladı. Sonra ayağımı qoyduq torpağa, belə deyim. Müsahibənin birində qeyd etmişsiniz ki, ayağınızı itirmənizə səbəb həkim səhvkarlığı oldu. Bəli, həkim səhvidir. Ona görə ki, mənim ayağımda trombolu ürəyimlə qəbul edib, ayağıma kənardan olunmuş əlavə müdaxilə və salınmış infeksiya nəticəsində oldum qazlı qanqren. Və ayağım amputasiyasına səbəb oldu. Ayağımın kəsilməyinə də özüm qərar vermişəm. Çünki ondan 4 gün qabaq mən artıq yuxusunu görmüşdüm ki, ayağımı itirirəm, amma yaşayıram. Mən bunu reanimasiyada həkimə deyəndə, həkim mənə dedi ki, Jariyə xanım, türk idi, dedi, rüya ilə yola çıxılmaz, bu tıbb. Tıbbda rüya ilə yola çıxılmaz. Keselim, amma bir umut veremiyoruz, dedi. Belə bir şey türk dilində mənə. Mən dedim ki, doktor, mən yuxusunu görmüşəm, kəsin, yaşayacam. O da qayıtdı mənə dedi ki, bu tıbbda rüya ilə yola çıxılmaz. Mən dedim, doktor, mən Məşədi xanımam, mən yuxumu görmüşəm. Siz kəsin, mən yaşayacam. Dedi, hayır, o zaman bir şansımızı denəyelim. Əşrəf doktorla danışdılar. Çünki mən ayılanda Qarafatın aşağı tərəfində gördüm, yığılıblar. Həkimlər kalsiyum eləyirdilər nəsə. Və ayağımın kəsilməyinə qərar verdim. Ayağım amputasiya olundu. Mənə dedilər ki, sən gəlsin, qoy gedək danışaq evdəkilərlə, aşağıdadılar. Dedim, xeyr. Mən deyirəmsə kəsin, deməli kəsin. Mən nə qərar verirəmsə, onlar ondan razılaşacaq. Dedilər, yaxşı, heç olmasa gəlsin bir şey. Deməli, gəldi anam, bacım və övladlarımın atası, uşaqlarımın atası gəldi. Bacım durub Qarafatın ayaq tərəfində belə, məni eşitməkdən də qorxur ki, elə söz deyərəm, ona təsir eləyər də. Çünki mənim o qədər kövrək yaxşı bacım var ki,
eşitməkdən də qorxur, mənim ona birdən vəsiyyət belə eləyərəm də. Mamam da o qədər yaxın durub ki, ağzımdan çıxan sözləri eşitsin. Uşaqlarımın atası da gəlib durub burada. Ona dedim ki, tutdum elə əlindən, dedim ki, bundan sonra sənin əlil bir yoldaşın olacaq. Mənim ayağımın biri olmayacaq. Məni atmazsan ki. Amma elə birinci məni atan da oldu. Bir dənə bacıma dedim ki, biraz gülməli çıxacaq. Amma vallahi həqiqətən bunu dedim. Dedim ki, bəlkə bu videom yəni belə şey olacaq sizə. Dedim ki, bacı, fikir eləməyin, vəsiyyət eləməyimi gözləməyin. Mən sağ olacağam, ayağım kəsiləcək, amma mən yaşayacağam. Sənə bir şey demək istəyirəm. Əgər mən ölməsəm, yaşasam, məni apararsan Türkiyəyə Müge Anlını görüm. Çünki mən onun pərəstişkarıyam. İnşallah bir gün Müge Anlının qarşısına çıxar mənim bu videom və məni dəvət eləyər, mən onu görərəm. Çox sevirəm onu. İllərdir onun izləyicisiyəm. Baxın, cəmaət birdən ölərəmsə vəsiyyət eləyir. Mən ölmərəm, qalaramsa, bacı məni apar Türkiyəyə, mən Müge Anlını görüm. Ki, məni aldatdı, hələ göndərməyib. Yəni, inşallah bir gün çıxaram bu videom Haçan Soyun qarşısına. Allah ömür versin, mən gedib onu görərəm. Bəlkə də kimsə çıxar bu videonu görər. Mənə deyər ki, mən səni apararam Müge Anlını görməyə, onu da istəyərəm. Bilmirəm, niyəsə dedim. Yəni, arzuya bax insanda. Gör, mən onu nə qədər sevirmişəm. Və ayağım amputasiya olundu. Lalə Azərtaş yenə mənim yanımda oldu. Yenə məni yıxıldığım yerdən qaldıran Lalə Azərtaş oldu. İstər Elnur Rüstəmov, Günel Ümid, Nazlı Qasımova, ondan sonra həkimlərin adı yadımdan çıxa bilər, Allahım, xahiş eləyirəm, Leyla doktor. Ümumiyyətlə, sonra Narınc Rüstəmova, Elnur Rüstəmov, Nailə xanım, Mətanət Eres. Yəni, deyərəm ki, Günel Ümid, bu gün də Günel Ümid, Nazlı Qasımova, bu dəqiqə də mənim həkimimdir. Sonra oftalmoloq var, Günay Əliyeva. Yəni, ümumiyyətlə, Lalə Azərtaş və komandası məni yıxıldığım yerdən yenidən qaldırdı. Mən Lalə xanımın bu gün də, yəni bəlkə də izləyəndə ona biraz şey olacaq, mən hər zaman deyirəm, Lalə Azərtaşın kölgəsi altında gəzirəm mən. Məni məşhur eləmək yox, məni sevən insan oldu. Məni o rişxənd eləyərək məşhur etmədi. Lalə Azərtaş rişxənd eləyərək məşhur etmədi məni. Lalə Azərtaş mənim yaralarımı sarıb-sarmalayaraq məni məşhur etdi. Ayağınızı itirməklə nələri qazandınız və nələri itirdiniz? Elə ayağımı itirməklə birinci yoldaşımı itirdim. Ayağımı torpağa qoydum, yoldaşımı da mənəvi olaraq qoydum. Qazandığım isə məni milyonlarla sevən insanlar, mənim yanımda olan, istər TikTok platformasında, istər bu YouTube-da, istər də real həyatda məni sarıb-sarmalayan insanlar. Sosial şəbəkələrdə sizi sevənlər yetərincədir, amma qınayanlar da az deyil. Bəli, qınayanlar da az deyil, əlbəttə ki. Sevənlərim daha çoxdur deyərəm, qınayanlar da az deyil. Qınayanların, mənim belə bir şey hər zaman deyirəm, mənim günümü yaşasın deyil, nəinki mənim bir günümü, hətta bir saatımı belə onları arzu etmirəm. Amma mən sevənlər daha çoxdur, hər dar günümdə yanımda olanlar daha çoxdur. Onlara buradan minnətdaram, sizə minnətdaram. Səmimi qəlbdən sizə təşəkkür eləyirəm ki, mənim, yəni, necə Lalə Azərtaş bilirsiniz necə oldu? Bir dənizdə mayak olar, o mənim həyatımda mayak oldu. Həyatımda çox gözəl, ən böyük imzalardan biri oldu Lalə Azərtaş. Elnur Rüstəmov və Lalə Azərtaşın komandası böyük bir imza atdılar mənim həyatıma. Elə də bugün məni sevən insanlar var ki, məni çox sevirlər. O sevgi mənim, bir ayağım zaten var. Bir ayağımın da yerinə o məni sevən insanların sevgisini qoyaraq dimdik durmuşam ayaqda, şükürlər olsun. Həyatınızda geri baxdıqda kaş ki dediyiniz bir söz.
Kəşke dediyim bir şey deyərəm ki, yoxdur. Desəm ki, keşke ayağımı itirməzdim. Heç vaxt mən keşke ayağımı itirməzdim deməmişəm. Allahdan gələn başım gözüm üstə deyib yerimdə əyləşmişəm. Kəşke dediyim şey yoxdur. Allah qədər qismət deyilən bir şey var. Yaşamalıymışıq, yaşamışıq. Təşəkkür edirəm. Sağ olun. Minnətdaram.